Mən bir bildiriş deyiləm. Mən sənin bütün planlarının üzərindən çəkilən qara xəttəm. Əgər mən sevgilindən gələn ayrılıq mesajı olsaydım, ekranında cəmi 2 sətir yer tutardım. Amma ağırlığım bütöv bir binanı yıxmağa bəs edərdi. Məni oxumaq üçün barmağını ekrana yaxınlaşdıranda çəkdiyin o tərəddüd var ha, bax o, mənim ən böyük gücümdür. Mən adətən, salam, danışa bilərik cümləsi ilə başlayıram. Bu, əslində, hazırlaş, indi həyatını alt-üst edəcəyəm deməkdir. Sonra o klassik cümlə gəlir. Problem səndə deyil, məndədir. Yalanın ən rəsmi və ən nəzakətli forması. Əslində demək istəyirəm ki, mən artıq sənin o eyni zarafatlarına, eyni kaprizlərinə dözmək istəmirəm. Yeni bir macəra axtarıram. Sən məni oxuyanda zaman dayanır. Yanındakı adam sənə nəsə deyir, amma sən sadəcə mənim son nöqtəmə ilişib qalırsan. Mən səni kütlənin içində tək qoyan, restoranda iştahını kəsən, gecənin ortasında tavanı seyr etdirən o qısa məhniyəm. Dostlarına məni göstərəndə hamısı eyni şeyi deyəcək. Boş ver, onsuz da sənə layiq deyildi. Amma hamı bilir ki, sən hələ də mənim hər hərfimdə bir ümid qırıntısı axtarırsan. Ən ironik olanı budur ki, sən məni silmirsən. Məni ekran şəkli çəkib qaleriyanın ən dibində saxlayırsan. Sanki mən bir sənədəm, sanki mən bir sübutam. Hər dəfə içkili olanda gəlib məni təzədən oxuyursan ki, yaranın qabığı qopsun. Mən sənin həm nifrət etdiyin, həm də əl çəkə bilmədiyin tək rəqamsal xatirəyəm. Mən bir son deyiləm. Mən sadəcə növbəti salam mesajı üçün açılan boşluğam. Amma narahat olma. Zaman keçdikcə mən arxivlərin tozlu qovluqlarında itəcəm. Sual budur. Mən səni bitirdim, yoxsa mən səni təzədən başlatdım?